Burada ağaçlarda belə maraqlı yazılar var. 757 ne yapıyorsun? Kimsə hansısa digərini sevir. Burada 5 yazıb, bilmirəm nə anlamda yazıbsa. Belə. Qəşəng demək həsir. Dayaz qalıb. 10 dəqiqəlik bir yol qalıb. Burada da E-N-S. E-S'ni sevir. Aşağıda qızıl payızlıydı, yuxarıda boz payızdı. Yüksəklik artdıqca yarpaqlar daha tez tökülür. Tökülüb. Gölün kənarında da yarpaqlar tökülmüşdü. Olacaq. %100. Az qalıb bir 5-6 dəqiqəyə bu trajektoriya ilə gölə çatacağım. Artıq yolun sonundayım. Bir bura qalıb. Bir də ora və oradan sonra maili gölə tərəf gedəcəm. Günəş də var. Dinç təbiət. Quşların səsi də gəlir. Möhtəşəmdir. Səhv xatırlamıramsa əvvəl buradan aşağıya doğru bir ip var idi. İplə dırmaşılırdı bura. Artıq yolu biraz daha mail edib belə də əl tutmaq üçün direklər qoyublar. Superdir. Daha da rahatlaşıb yolu qalxmaq. Dağların üstünü tam şəkildə buradan görmək olur. Yəni bu mənzərə üçün bura gəlməyə dəyər. Veşim ağırdır. Qalacam deyə bir xeyli veş gətirmişəm. Ancaq çətinlik çəkmədim. Rahat qalxdım. Alışıq olduğum üçün, yürüyüş qaçışına məşğul olduğum üçün heç bir çətinliyi olmadı. Bu dəfə gələndə bunlar yox idi burada. Bunların hamısını yeni düzəldiblər. Amma çox yaxşı ediblər. Tutduğun zaman bayağı bir dəstək olur qalxmaq üçün. Bunlar da yenidir. 3-4 dəqiqə qaldı. Wow, möhtəşəm mənzərə var, çox möhtəşəm. Əladır yəni.